ABC üçbucağında BY tən bölən BD-nin uzunluğu 4-ə bərabərdir. Y medianların kəsişmə nöqtəsi. Bilirik ki, medianlar kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünürlər. Əgər Y nöqtəsi medianların kəsişmə nöqtəsidirsə, o zaman AY-nin uzunluğu 2x-ə bərabərdir, YD-nin uzunluğu isə x-ə bərabərdir. Bizdən AB-nin uzunluğunu soruşur. AB-nin uzunluğunu y götürək. Və eyni zamanda BY tənböləndir. Tənbölənin xassəsinə görə tənbölən tərəfləri mütənasib hissələrə ayırır. Yəni AB-nin BD-yə nisbəti AY-nin YD-yə nisbətinə bərabərdir. Verilənləri yerinə yazaq. AB-nin uzunluğu y-ə bərabərdir. BD-nin uzunluğu 4. AY-nin uzunluğu 2x-ə bərabərdir. YD-nin uzunluğu isə x-ə bərabərdir. Baxın, burada x-lər ixtisar gedir. Y-in 4-ə nisbəti bərabərdir 2-yə. Buradan da y-in qiymətini tapsaq, y 8-ə bərabərdir. Deməli, doğru cavab A variantı.